Əziz və hörmətli dostlar, bu gördüyünüz, bax budur, bu tərəf sağ yanım. 90-cı illərdə mən bu məkanlarda çox olmuşam. Bunu Zod cəmaatı gözəl bilir. Aşıq Musanın, mən çəkək, orayı yox. Aşıq Musanın kiçik evladıyam, adım Zahməddindir. Bəlkə də indi çox insanlar yaddan çıxardıq. Bax bu məkanlarda, indi Yeni Zod adlanan, bax bu arxa tərəfimdədir, bax. Oralarda böyümüşük. Bu dağlarda çox olmuşam. 93-94-cü illərdə xeyli vaxtıdır gəlmirdim. Atamın yazdığı Göyçə haqqında bir şeir, bura mənə Göyçəni xatırlatır, bir şeiri deyəcəm. Ay ol sazım İstan'da boranı qarı, xoşu gələri bahar, yazı Göyçənin ayam. Dertlere dermandır min çemen zar, meyteber çöreği tuzu Göyçenin ayaman. Ay kesip o dağları dayan, Köroğlu beli başında 7700 deli. Aslan ürəklidir, Fələyi pəncəli gəlini oğlu qızı Göyçənin. Ay üsyanı qatarı keyti dağıdır, sağ yanı Kəlbəzər el yaylağıdır. Musa deyər, dostları cənnət bağıdır, dərəsi təpəsi düzü Göyçənin. Aman, aman aydadı bidat, ayağaları gedələ baxı gedələ, agülünü gedələ, yüklənib idi qəflə qatır belə bax. Nəyə görə, kimə görə, ona görə. Zoddusan Göyçəlisən, Səriyə qulu məzrəlisən, Nərimanlı qoşa baxlısan, Daş kətdi babacanlısan, zərkətdi inək dağlısan, Qızıl vəhili çaxırlısan, Azərisən ay gilanar, belə olmaz gilanar, ay qaday, almayın. Sağ olun, minnətlərim əziz dostlarım, çox sağ olun.